heyvanları nə qədər, nə vaxta qədər biz qətlə yetirəcəyik, elə belə deyim, işgəncə verəcəyik. Fərqli işgəncə növləri var. Burada sosial şəbəkələrdə də görürük. Onlara necə işgəncələr verirlər. O işgəncələrdən necə zövq alırlar, gülürlər, oynayırlar, musiqi səsləndirirlər. Hər birinizin balaca bir barmağına iynə vursaq, ağrıya dözə bilməsiniz. Amma bunlar da canlıdır. Bu canlılara işgəncə vermək nə qədər düzdür? Ürəyiniz yoxdurmu? Qəlbiniz yoxdurmu? Sizin də canınız var da, sizin də canınız ağrıyır da. Bəs yaxşı düşünmürsünüz, onlara bu işgəncəni verəndə onların da canı ağrıdır. Və mənə Samux rayonundan bir şikayət ediblər. Deyir, orada karyer belə bir yer var, məftundur. İndi o yazan belə yazıb ki, kənd soveti sədridir, yəqin ki, bələdiyyənin sədridir. Deyir ki, itləri kütləvi sürətdə öldürürlər. Əllərinə alıblar silahı, tüfəngi. Deyir, o məftun və məftunun köməkçiləri, əsabələri, işçiləri deyir. İnsanların gözü qabağında, uşaqların gözü qabağında, qarşısında, yaşlı adamların gözü qarşısında əllərində tüfəng itləri qətlə yetirirlər, öldürürlər, gülləliyirlər. Ay məftun, məftun kişi, bilmirəm bələdiyyənin sədrisən, orada yazırlar kənd sovetinin sədrisən. Ay məftun kişi, Allah sənin cəzanı verəcək. Allah sənin cəzanı verəcək, o itləri insanların gözünün qarşısında qətlə yetirirsən. Nə qədər özünüz yiyəcəksiniz, nə qədər özünüz içəcəksiniz, nə qədər zəhərlənəcəksiniz, pul yığacaqsınız. Bir itə bir tikət yemək verməyin dərdindən hamısını gülləliyirsiniz. Ramin Namazov, Ramil yoxsa Ramin, üzümü sizə tuturam. Mən bilirəm ki, siz itləri sevirsiniz, heyvanları sevirsiniz, onların qoruyucususunuz. Elə deyərdim ki, nə yaxşı siz varsınız bu ölkədə, bu respublikada. Üzümü sizə tuturam. Samux rayonunda baş verən hadisədən xəbəriniz var. Sizə deyiblər, sizə müraciət ediblər, demirsiniz ki, polisə deyin. Onlar polisə demir, sizə deyir. Və mən də sizə deyirəm, təcili oranla bağlı ölçü götürək.